nemətləri qoruyur. Namaz nemətləri qoruyur və müsibətləri dəf edir. Çünki namaz ən böyük şükür sayılır. Yəni şükür səbəbi ilə nemətlər qorunur. Ona görə sələflər şükrü hafiz adlandırarlar. Şükür hafizdir, yəni qoruyandır. Yəni şükür insanda mövcud olan nemətləri qoruyur və olmayan nemətləri cəlb edir. Və ən böyük şükür də ibadətlə olur. Ona görə deyilir ki, ibadət etməyən insan şükür etmiş sayılmır. Və insanın namaz qılması, fərz namazı əda etməsi ən böyük şükürdəndir. Və həmçinin namazın səmərələrindəndir ki, rəhmətin nazil olmasına və sıxıntının itməsinə səbəbdir. Və həmçinin namaz qəlbdə olan xəstəlikləri, şəhvət və şübhə xəstəliklərini dəf edir, sovuşdurur. Və həmçinin namazın səmərələrindəndir ki, xeyir işlərdə və təqvalı işlərdə yardımlaşmaqdır, haqqı tövsiyə edib və səbri tövsiyə etməkdir. Və həmçinin müsəlmanların bir-birləri ilə tanış olmasıdır, xüsusən də cəmaat namazına gələnlər bir-birlərindən tanış olmasına səbəbdir və eyni zamanda geridə qalanları da həvəsləndirir. Kim ki gəlirsə, kimsə gəlmir və ya gecikirsə, onun da həvəslənməsinə səbəbdir və cahil insanın öyrədilməsinə səbəbdir. Bəzən insan bilmir, gəlir məscidə və məsciddə öyrənir. Və məsciddə, yəni praktiki olaraq görməsi daha tez öyrənməsinə səbəbdir. Və həmçinin namazın səmərələrindəndir ki, nifaq əhlini, münafiqləri qeyzləndirir, qəzəbləndirir. Yəni onların xoşlamadığı şeydir namaz. Xüsusən də cəmaat namazı. Və həmçinin bunun sayəsində müsəlmanlar arasında sevgi yaranır. Çünki bədənlərin bir-birinə yaxın olması, qəlblərin bir-birinə yaxın olmasıdır. Qəlbləri bir-birinə yaxınlaşdırır. Və həmçinin namazın səmərələrindəndir ki, İslamın şüarını izhar etməkdir. Və İslam'a həm sözlə və həmçinin əməllə olan dəvət sayılır. Və həmçinin namazın səmərələrindəndir ki, namazın dünya və axirət şərlərini dəf etməkdə, sovuşdurmaqda olduqca qəribə bir təsiri vardır. Və xüsusən də o namaz ki, onun haqqı verilir. Zahirən və daxilən o namaz kamil şəkildə qılınır. Dünya və axirət şərlərini dəf edən namaz kimi başqa bir şey yoxdur. Dünya və axirət şərlərini sovuşduran namaz kimi başqa bir şey yoxdur.